Bir daha salam əziz iştirakçılar, hər birinizi xoş gördük. Ümid eləyirəm ki, hər şey yaxşıdır. Axşamınız xeyir olsun. Biz keçən dərs, yəni ki, dünən sizinlə 12-ci dərsimizi keçdik. 12-ci dərsi bitirdik. Axırıncı sualı, 2 sual Zoom-un vaxtının bitməsinə az qalmışdı deyə praktiki çalışmaları tələsik dedim, tam izah edə bilmədim, amma özət kimi demişdim. İndi yenidən o sonuncu 2 bir dəqiqə itirdim bircə saniyə. Axırıncı 2 sualı yeni qoşulan izləyicimiz var idi. Onun üçün fikrim bir anlıq onu qəbul etməyə getdi. Mən dünən 2 praktiki çalışma vermişdim sizə, amma onu Zoom-un vaxtı bitdi deyə tam ətraflı izah edə bilmədim. İndi onu tam ətraflı izah edim. Ondan sonra artıq keçək 13-cü dərsimizə. 2 çalışmamız var idi və o 2 çalışmamız da nədən ibarət idi? Bir dəqiqə, Nəydən ibarət idi? Məsələn, praktika addım 1-ci hissə. Öz hekayənizi yazın. Yəni ki, niyə başladınız bu yola? Markanı yaratmaq üçün, marka fikri sizin ağlınıza necə gəldi? Necə bu işə başladınız? İşə başlayanda sizə kim kömək elədi? Kim kömək eləmədi? Yanınızda kim var idi? Kim yox idi? Yəni ki, qısaca bir hekayə yazaraq öz beyninizdən, düşündüklərinizi orada qeyd edərək hekayə qura bilərsiniz və o hekayəni qurduqda artıq sizin bir marka hekayəniz olacaq. Amma o artıq marka hekayənizə aid olan hissədir. Şəxsi hekayədə biz dərsimiz başlayandan bəri biz izah keçmişdik onları. Şəxsi hekayə sizin öz yaşadıqlarınız və sizin o necə deyim, doğulduğunuz gündən markayı yaratma fikri beyninizə, ağlınıza gələn müddətə qədər olan hissədir. Yəni, xronologiyanın o ədəbiyyatda daha çox istifadə olunur. Şairlərin doğum il müddəti xronologiyası, belə deyirlər. İndi o ədəbi dillə mənim biraz yadımdan çıxdı. O həyat və yaradıcılığı dövrü var idi. Siz o həyat hissəsi şəxsi hekayənizdir, yaradıcılıq hissəniz də marka hekayənizdir. Yəni ki, o 2 hissəyə bölünür, həyat və yaradıcılıq hekayəniz. O ikisini birləşdirib yazsanız, əlavələr eləsəniz çox möhtəşəm bir yenilik, bir tapıntıdır. Amma yox, əgər o ikisini əlavə edə bilməsəniz, bir-birinə eyb yox. 2 sətr buraxaraq, dünən mən demişdim, şəxsi hekayənizi, mütləq birinci şəxsi hekayənizi yazdıqdan sonra 2 sətr, 3 sətr buraxdıqdan sonra, amma çalışın bitmiş cümlə ilə həmin şəxsi hekayənizi bitirdikdən sonraki cümlədən sonra 2-3 sətr buraxın. O birisi vərəqə keçsəniz, başqa səhifədən yazmağa başlasanız, yəni itirəcəksiniz yer. Məsəl üçün, bir dəqiqə, bunu. Məsəl üçün, buradan başladınız yazmağa, yəqin ki, qara kağız görünür də burada. Buradan başladınız yazmağa, buradan bura qədər yazdınız, bitirdiniz, burada bitdi. Bilmirəm, görünür. Burada bitdi. Burada bitdisə artıq kamera güzgü əksi göstərir deyə mən sola göstərirəm, sağa göstərir, ona görə tam dəqiq göstərə bilməm. Burada bitdisə cümlə, siz artıq bu səhifəyə keçib yazsanız, siz yeri itirəcəksiniz. Yəni, mövzunu bilməyəcəksiniz ki, hardan başlayır, hardan bitir, ona görə siz çalışın. Bu səhifənin burasında bitibsə, buradan marka hekayənizin mütləq adını buradan yazmağa başlayın. Bu tərəfdən yazsanız, həm motivasiyanız itəcək, həm də ki, sıralamanı itirəcəksiniz. Yəni, lap bir cümlə olsun, lap 2-3 söz olsun, amma nə qədər olur olsun, çalışın. O bir şəxsi hekayənizin səhifəsində yazmağa çalışın. Yox, görsəniz ki, yazı şrifti yox. Yazınız, yəni ki, əl yazmanız biraz hərflər böyükdür, qalındır, iridir, biraz yer çatmır. Oradan artıq dalğavari işarətlər qoyaraq o biri hissəyə keçdikdə
bölmə 2 yazaraq o həmin yerdən dalğalı işarətlər qoyaraq yenidən yaza bilərsiniz. Amma çalışdığınız qədər o hekayənizi bitirənə yaxın, məsəl üçün siz bilirsiniz ki, hansı dövr yaxındır. Məsəl üçün mən bu Ener Akademini yaradanda hər dəfə deyirəm, mən ikinci kursda yaratmağa başladım. 2023-cü ilin avqustuydu, səhv eləmirəmsə 1 avqustda. Onda yaratmağa başlayanda mən artıq 2020-ci ili bitirdikdə, 2021-i yazdıqda artıq mən bilirəm ki, bircə ilim qalıb. Yəni ki, onu açmağıma 2022 bitəcək, 2023-ün ortalarında mən açdımsa, deməli mən bilməliyəm ki, orada il yarım qalıb və bu il yarımda bir insan 365 gündür də. 365 günü nə qədər bir şey yaşasa da, nə yaşasa da onu qısa-qısa yazaraq özət formasında, məsələn, mən bura qısa yazmışam, öz hekayənizi yazın. Mən indi burada sizə izah etdiklərimin hamısını bura yazsam, bu bəlkə də 2000-3000 şriftlik bir səhifəlik bir kitab halında olardı. Amma mən bunu sadəcə qısa-qısa edərək, hələ ən qısa variantı ilə 64 səhifəlik bir PDF halına gəlib. Siz də onun üçün qısa-qısa yazaraq, amma təbii ki, o qısa yazdıqlarınızı bilməli şəkildə ki, yəni siz burada bunu yazmışsınızsa, biləsiniz ki, hansı cümlənin başlanğıcıdır. Onları yazdıqdan sonra, onları qeyd etdikdən sonra ili yaxınlaşana yaxın, siz o marka qurmaq hekayənizi fikirləşənə yaxın, mən əslində öz kursumu yaratmağı özüm 9-cu sinifdə hazırlığa gedəndən fikirləşmişəm. Yəni, düşüncə o vaxtdan idi. Amma sonradan artıq ixtisas hazırlıqlara getdim, universitet filan Türkiyə. Ondan sonra dedim ki, onu dondurdum, belə deyim, düşüncə tərzində dondurdum. Amma onlayn olaraq artıq 2023-cü ildə qərar verdikdən sonra, könüllü praktikalara getdikdən sonra ikinci kursda artıq onu mən yenidən, belə deyim, Lorel dilindən desə isitdim. Dondurmuşdum axı həmin planı. Yenidən beynimdə qurdum, planlaşdırdım və ortalığa gətirib insanlar içinə çıxardaraq onlayn fəaliyyət göstərdiyim üçün, yəni necə deyim, yəni o 2023-cü ilə qədər 21-dən artıq siz öz müddətinizdə, öz dövrünüzdə bilirsiniz ki, hansı mərhələdə başlayacaqsınız. Ona yaxınlaşanda siz artıq yazıları, əl yazınızı biraz balacalatmağa, hərfləri kiçik-kiçik yazmağa başlaya bilərsiniz. İndi deyəsən burada sual yazmışsınız. Bircə saniyə mən onu oxuyum. Bircə saniyə. Səidə xanım, sizə cavab yazdım. Ondan sonra siz o hekayənizi yazdıqdan sonra əl yazı şriftlərinizə diqqət edin, hərflərinizin balacalığına daha çox diqqət edin ki, həmin səhifəyə yerləşsin. Səhifənin problemi yoxdur, 3 səhifə ola bilər, 5 səhifə ola bilər, yəni nə qədər olmağının heç bir problemi yoxdur. Çox olarsa daha yaxşı ki, onu siz markanızı biraz aktivləşdirdikdən sonra, biraz necə deyim, tanındıqdan sonra, sisteminizi, markanızı oturtdandan sonra siz həmin insanlara motivator kimi, yaşam qoçu kimi, təlimçi kimi, sonra yeni marka yaratmaq istəyənlər üçün SMM-lik kimi o kitabınızı, həmin o hekayənizi kitab halına salaraq, PDF halından çevirib kitab halına salaraq siz onu çap elətdirib, çıxartdırıb həm o tələbələrinizə yol göstərə bilərsiniz, həm yeni başlayanlara, həm universitet tələbələrinə, həm bəzi kurslarla, son sinif bəzi kurslarla danışa bilərsiniz. Yəni ki, sizin onu artıq məntiqinizi, yəni düşüncələrinizi işlətməkdən asılıdır. O, necə bir plan qurmusunuzsa, bilmirəm, necə planlaşdırmışsınız markanızı, amma hansı cür edəcəksinizsə, insanlara motivatorluq da edə bilərsiniz, çünki siz o qədər qəliz yoldan keçmişsiniz, əgər bu təlimdə iştirak edirsinizsə. Ondan sonra insanlara hansı dəyəri təqdim etmək istəyirsiniz? Mən məsələn elmi dəyərlər, sonra maarifləndirmə, şəxsi inkişafın yüksəlişi,
şəxsi yönümdən insanların inkişaf eləmək, sonra çox yaşam koçluğu deməyək, amma biraz, çünki şəxsi inkişafla məşğul olanlar avtomatik olaraq yaşam koçluğu ilə də məşğul olur. Və Türkiyədə əslində belə deyim, hər bir ixtisası ayırdıqları üçün şəxsi inkişaf, psixologiya, yaşam koçu, bir də numerologiya onları ayırıblar. Onlar əslində hamısı şəxsi inkişafın içindədirlər. Və onlar şəxsi inkişafın içində hamısı psixologiyaya aiddir. Necə ki, fəlsəfəni psixologiyadan, sosiologiyadan ayırıblarsa, əvvəl sosiologiya, fəlsəfə, psixologiya, biri də var idi. 4 fən, 4 ixtisas idi. İndi unutdum o hansıydı. Birinci kursda keçmişdim deyə imtahanı verdim, yadımdan çıxdı. Amma 4-cü ixtisas da var idi. Onların hamısı fəlsəfənin içində idi. Yadıma düşsə mən yorumda qeyd eləyəcəm. Oradan təkrarını izləyəndə baxa bilərsiniz. Mən yəni cümləmi toplayası olsam, bu şəxsi inkişaf da, yaşam koçu da şəxsi inkişafın içində olduğu üçün, şəxsi inkişaf da psixologiyanın içində olduğu üçün insanlara şuuraltı olaraq təsir edib, müsbət, pozitiv dəyərlər, pozitiv enerjilər təqdim etmək istəyirəm. Yəni bir cümlə ilə qısa yazası olsam qeyd dəftərimdə, insanlara pozitiv dəyər qatmaq. İnsanları şuuraltı olaraq pozitiv yöndə dəyişdirmək. Yəni, belə qeyd edə bilərsiniz. Ondan sonra hekayənizi sosial mediada, təqdimatlarda və ya məhsul təsvirlərində istifadə edin. Bayaq mən sizə dedim, kitab formasında həmin PDF-ləri çap elətdirmək. O, həmin PDF-lərinizi siz çap elətdirənə qədər, əgər əl yazınız gözəldirsə, belə deyim, muncuq kimi eyni sırayladısa, yəni oxunaqlıdırsa və biraz gözəlliyi varsa, o həmin dəftərdən gözəl bir dəri bloknot tutun. Yəni məsləhət vermək kimi çıxmasın, sadəcə yəni ilkin addımlarını deməyə çalışıram ki, elə dəri dəftər tutun. Dəri dəftər qara ola bilər, palıd ola bilər, qırmızı dəri dəftər ola bilər. Bu da əvvəl təkcə palıd dəri dəftəri idi, amma indi artıq bütün rənglərdə dəri dəftərlər var, dəri bloknotlar, not dəftərləri deyirlər. Bu qalınlıqda olanlar da var, bu qədər olanlar da var, bu qədərlər də var. Baxır sizin hər halda yaşadığınız yaşamınızı bilirsiniz ki, nə boydadır, nə qədərdir. Aha, bir nəfər əlin qaldırıb, bir dəqiqə. Səsinizi açıb deyə bilərsiniz. Aha, kimsə əlini qaldırıb, səsini açıb danışa bilər. Deyəsən, əl səhv qalxıb, bir dəqiqə mən onu bilmirəm də kimdədir. Mən onu bağlaya bilsəm. Kimin sualı varsa, o əli qaldıran kimsə zəhmət olmasa burada sualı yerində yazsın. O zaman biz keçək, vaxtımız getməsin, axırda mən yenidən qayıdıb baxaram. Çünki mən o biri səhifəyə qayıtsam, artıq ekran paylaşımımı screen, belə deyim, yazılar itəcək, PDF-lər artıq görünməyəcək. Sualınızı aşağı yorum bölməsində, rəy bölməsində yazsaz çox gözəl olar. Aha, hekayənizi sosial mediada, təqdimatlarda və ya təsvirlərdə istifadə edini mən deyirdim bayaq, yarımçıq qaldı. Məhsul təsvirlərində istifadə etmək, yəni ki, o deməkdir ki, siz artıq öz hekayənizi formalaşdırmışsınız, o tutduğunuz dəri not dəftərində. Çünki dəridən olmağı biraz insana
Hər bir materialdan ola bilər, amma dəridən olması xüsusi bir effekt verir. Yəni belə deyim, biraz stili başqa cür görünür və sizin markanızın da stilini dəyişəcək. Yəni onun üçün dəri deyirəm. Yoxsa bu dəqiqə o 100 vərəqli dəftərlər, riyaziyyat dəftərləri də tutula bilər. Yəni əgər insanlara göstərəcəksə, görünüşü möhtəşəm olmalıdır, onun üçün dəri dəftərlər olmalıdır. Yox, əgər özünüzdə sadəcə gündəlik kimi qalacaqsa, istədiyiniz dəftərlərdən istifadə edə bilərsiniz. Ondan sonra gün-gün o hekayələrinizdən istədiyiniz hissələri çəkib sosial mediada paylaşa bilərsiniz. Və yaxud da o həmin necə deyim, o hissəni şəkil kimi paylaşmaq istəmirsinizsə, xəttinizə görəmi, yoxsa şəxsi məlumatlara görə paylaşmaq istəmirsinizsə, siz o məlumatları öz dilinizə uyğun artıq onu bədiləşdirib təsvirlərlə filandan danışa bilərsiniz. Ya istəyirsiniz nəyinsə təqdimatında olsun və yaxud da hansısa işinizi təsvir eləyən zaman olsun və yaxud kiməsə təlim keçən zaman olsun. Marka yaradanların bir çoxu o cür edir. Yəni ki, o təcrübələrindən istifadə edərək. Və mütləq o həmin təcrübələri davamlı olaraq ən azı 5 ilə yaxın etmək lazımdır. Yəni o təcrübələri yığdıqdan sonra artıq öz markanızın gəliş yollarını insanlara izah edə bilərsiniz. İndi deyə bilərsiniz ki, sizinki bəs 3 ildir, düzdür, mənimki 3 ildir, 2023-dən, amma mən həm də könüllü kurslarda onlayn könüllü fəaliyyət göstərdiyim üçün, yəni 5 ildən artıq olur. Ona görə ən çoxu 5 il, 365 gün, 5 il markanızın üstündə işləməlisiniz. Ondan sonra insanlara məsləhət kimi nümunələr verə bilərsiniz. 12-ci dərsin axır suallarını izah elədim. Bunlar praktiki çalışmalar idi. Dünən vermişdim. Sadəcə Zoom-un vaxtı bitdi deyə tam izah edə bilməmişdim. İndi keçdik 13-cü dərsimizə. Yəqin ki, belə görürəm 13-cü dərsimizi 2 hissəyə bölməli olacağam. 2, hətta bəlkə də 3 hissəyə bölməli olacağam. Ya Allah deyək, gedək. Harda dayanar? Dayanar. Ondan sonra 13-cü hissə autentlik, markanın əsl gücü. Biz bu hissəyə qədər autentlik keçməmişdik. İndi mən o yeni termin olduğu üçün bu dərsi hissələrə bölərək keçmək istəyirəm ki, sizin beyninizdə qarışmasın. Autentlik nədir? Markaya nə aidiyyatı var? O autentliyi biz necə yarada bilərik? Necə dilimizə yatırda bilərik? Mənim kimi necə onu öz dilimizə çevirə bilərik və yaxud da nə ilə əvəzləyə bilərik? O söz nə deməkdir? Onların hamısını bu hissələrdə keçəcək. Başlayaq. Bu günlərdə dünyada hər gün minlərlə insan yeni sosial media səhifəsi açır, yüzlərlə şirkət yeni məhsul bazara çıxardır. Minlərlə insan özünü inkişaf və marka qurma sahəsində addımlar atır. Yəni ki, belə kənardan baxıldıqda, kosmosdan baxıldıqda, belə deyim, uzaydan baxıldıqda hər kəsin əlində bir telefon, hər kəsdə bir sosial media, kimisi hobi olaraq istifadə edir, kimisi bir özünü maarifləndirmək üçün istifadə edir, kimisi seanslar üçün istifadə edir. O həmin paylaşımlardan özünə ödənişsiz seanslar təşkil etməyə çalışır öz üçün. Kimisi özü kurslar açır, özü təlimlər keçərək inkişaf etdirməyə çalışır. Kimisi də sadəcə məhsulunu sataraq ticarətlə məşğul olub ödəniş qazanmağa çalışır. Yəni hər kəs bu dəqiqə bir işlə məşğuldur sosial mediada və o da yenidən deyirəm 2020-ci il karantina dövründən, yəni koronanın
dövründən artıq daha çox oturmağa başladı. Oturmuş sistem olmağa başladı. Çünki əvvəl var idi, sadəcə işlər daha çox idi deyə, yəni əyani işlər daha çox idi, məktəblər daha çox idi deyə onlayını o qədər heç kim üz tutmurdu. Amma artıq məktəblər Zoom'la oldu, hazırlıqlar Zoom'la oldu. İbtidai siniflər belə, birinci siniflər belə Zoom'la tədris keçdilər deyə. Artıq insanlar da düşünməyə başladı ki, hə, bu rahatdır. Bir il qədər səhv eləmirəmsə, bir il qədər Zoom'la oldu hər şey, işlər, təlimlər. Əgər orada ili səhv eləyirəmsə, üzrü hesab edin. Çünki mən bildiyim qədərilə deyirəm. Onun üçün artıq hər kəsə rahat olduğu üçün, belə biraz tənbəlləşmə olduğu üçün hər kəs onlayna qaçdı. Ondan sonra, amma bu qədər gürültünün içində kim yadda qalır, kim seçilir, kim güvənilir? Məsəl üçün, bu qədər təlimçilər var, bu qədər kurslar var, alış-veriş, ticarət mərkəzləri var, mağazinlər var, belə deyim. İstəyir geyim olsun, istəyir aksesuar olsun, istəyir salon olsun, restoran olsun, qida mağazaları olsun, kurslar, akademiyalar olsun, yəni nə olur olsun, hər şeydən cüt-cüt, hətta hər şeydən daha çox cüt-cütdür, belə deyim. Saysız dərəcədə çoxdur. Yəni hər şeydən artıq dərəcədə artıqdır, belə deyim. Ona görə amma sayılı seçili mağazalardan, restoranlardan, kurslardan, salonlardan, ticarət mərkəzlərindən istifadə olunur. Yəni ilk növbədə onu nə üçün istifadə olunur? Ən ilk növbədə insanlara məkan rahatlığı, yəni ünvan, məkan deyəndə ünvan rahatlığı, o həmin yerin hansı özünə yaxındırsa oranı seçir. İlk odur. Yəni hələ ki bu məlumatı verim, ondan sonraki izahlarını aşağıda keçəcəm. Ən birinci insana evinə rahat olan yerləri seçirlər, iş yeri olaraq da oranı seçirlər. Aha, burada isə ikinci hissəsidir. Ünvandan sonra nədir? Cavabı autentik olanlar. Yəni ki, autentiklik nədir? Bayaq dedim. Özü olanlar maskasız, səmimi və real görünmək. Bir markanın sadəcə tanınan yox, sevilən və etibar edilən edir. Yəni autentiklik, yəni ki, bir markanın sadəcə tanınan yox, sevilən və etibar edilən edir. Yəni ki, autentiklikdə nədir? Özü olmaq, yəni insan özü kimi davranmağı, maskalanmamağı, səmimi və real görünmək. Yəni, məsəl üçün, bəzi insanlara, məşhurlara oxşamadan, bəzi o böyük səhifələrə, böyük markalara oxşamadan, özünün sıfırdan yeni yaranmış marka necə olursa o cür davranması, ondan sonra özünün səsi ilə görüntü indi bəzi xanımlar, bəzi insanlar istəməyə bilir görüntüsüz olmasın, amma səsi ilə mütləq paylaşımlarını etməlidir. Amma əgər kurs keçmək istəyir, kurs keçmək, yaşam koçu, şəxsi inkişaf filan, yəni psixologiya sahəsinin alt qollarını keçmək istəyənlər varsa, o sahə üzrə yaradacaqlarsa, onlar mütləq üzlərini göstərməlidirlər, çünki güvən yaranmalıdır. Üzlərin görməyən insanlarda güvən yaranmır. Yəni mən məsəl üçün bəzən elə olub xəstələnmişəm, qrip olmuşam, onunla belə mən kameranı bağlayıb keçə bilərdim, amma ya heç təlim keçməmişəm həmin gün, ya da ki keçsəm belə kameranı açıq şəkildə təlimimi keçmişəm ki, insanlarda üzü görəndə güvən yaransın. Çünki insanlar, burada da geniş izahı var, çünki insanlar artıq süni parıltıdan, yalnız reklam üçün yaradılmış saxta imiclərə ayırt edə bilirlər və beziblər. Onu qeyd etməyi unutmuşam, yazmağı unutmuşam. Yəni ki, saxta şeyləri insanlar artıq istəmir. Artıq doğallıq, belə deyim, hər şeyin doğalına qaçırlar.
Yəni hər şeyin təbiiliyini seçirlər. Ondan sonra onlar daha da çox həqiqi hekayələrə, səmimi sözlərə və təbii enerjiyə bağlanırlar. Mən bu 13-cü dərsimizə qədər öz hekayənizi yazın, öz hekayənizi paylaşın, hekayə qurun, hekayəniz dedikdə, öz məlumatlarınız dedikdə mən artıq bunu o autentlik üçün deyirdim. Çünki autentliyin ən böyük qurucusu, belə deyim, ən böyük dayağı, dəstəkçisi həqiqi hekayələrdir. Ondan sonra ikinci qurucusu nədir? Səmimi sözlər və təbii enerji. Məsəl üçün bir insanın ola bilər soyuqdan həvəsi halı olmaya bilər, bəzisinin ola bilər istidən o bir şey eləməyə hal olmaya bilər, həmin vaxtı saxlayın, etməyin. Çünki onu etdikcə artıq insanlar görəcək ki, bu ona həvəssiz yanaşır o işə. Artıq onlar da o həmin işə həvəssiz yanaşacaqlar və o təlim olsun, sonra alış-veriş mərkəzləri olsun, yenə deyirəm, salonlar olsun, mollar olsun, restoran olsun, hər hansısa bir obyektin sahibi, əgər ora belə deyim, enerjisi olmazkən, morali olmazkən gəlirlərsə, iştirak eləyərsə, məcburiyyətdən orada olarsa, artıq o insanlar, necə deyim, o insanlar da artıq təsirlənəcəklər o həmin auradan. Ondan sonra autentlik nədir? Burada da geniş izahı var. Autentlik öz dəyərlərinə sadiq qalmaq, başqasını təqlid etmədən öz gücünü, tərəflərini ön plana çıxartmaqdır. Yəni, bu hissəni mən qaraldım. Yəni, nəyiniz varsa, az hekayəniz var, az hekayənizi danışın, çox hekayəniz var, çox hekayənizi danışın. Əlinizdə 5 məhsul varsa 5 məhsul satışa qoyun, 1 məhsul varsa 1 məhsul satışa qoyun. Heç bir məhsulunuz hələ yoxdursa, heç bir fikriniz yoxdur, sadəcə markanızı qurmusunuzsa və izləyiciləriniz, sizin tərəfkeşləriniz, tərəfdarlarınız varsa, onlardan kömək istəyə bilərsiniz. Sırf heç bir düşüncəniz yoxdursa, 10 dəqiqəmiz qalıb, heç bir planınız yoxdursa, yaxın ətrafdan kömək istəyə bilərsiniz plan qurmaq üçün, yəni irəliləyiş üçün kimdənsə kömək istəyə bilərsiniz. Kopyalamadan özünüzün fikriniz edərək tamam fərqli bir plan yarada bilərsiniz. Bu o deməkdir ki, sən bir brend olaraq kimsənin rolunu oynamırsan, kiminsə kölgəsində qalmırsan, öz hekayəni, öz üslubunu və öz dəyərlərini cəsarətlə dünyaya göstərsən. Yəni, nə eləyirsiniz, eləyin, necə edirsiniz, edin, hansı cür hekayə qurursunuz, qurun, nə cür, yəni istəyir, hansı biznes sahəsi ilə məşğul olursunuz, olun, harada obyekt açırsınız, açın, istəyirsiniz 10 kvadratlıq açın, istəyirsiniz 400-500 kvadratlıq açın, istəyirsiniz 4 mərtəbəli bir ticarət mərkəzi açın, bir mol açın, 4 mərtəbəli bir butik açın, yəni nə açırsınız, açın, özünüz olun. Öz hekayənizi, öz üslubunu və öz dəyərlərini cəsarətlə dünyaya göstər. Özünüzə uyğun olan edin, belə deyim. Ondan sonra autentik bir insana və ya markaya. Yəni autent bir insan və yaxud da bir marka necə davranır? Yəni necə olmalıdır? Onun içəriyinə içinə nələr daxildir? Dürüst danışır. İnsan olanda özü dürüst danışır, marka olanda hekayəsi dürüstdür, öz hekayəsini gizlətmir. Yəni, məhsulun qiyməti, məsəl üçün, burada nümunə olaraq deyirəm, məhsulun ödənişi, məsəl üçün, 50-20 AZN-isə o 50-20 deyir, qaldırmır. Yəni, məhsulun, xalis məhsulun, özünün dəyəri nədirsə onu deyir. Məsələn, dəyəri
indi bilmirəm siz nə ilə məşğul olacaqsınız, amma təlimlərdir, seminarlardır, PDF-lərdir, seanslardır, indi hər hansıdırsa, onun öz sizin ona verdiyiniz dəyərdən, yəni etdiyiniz ödənişdən asılıdır. Siz nə qədər qoymusunuz, üstünə əlavə etmişsinizsə, onu əgər siz çıxarda bilirsinizsə, artıq o qiyməti deməlisiniz. Məsəl üçün, siz o obyekti qurduqda, o məhsullara ödəniş edib, yer pulu verdikdə, onu siz artıq yer pulunu insanlardan o məhsulun üstünə əlavə edərək çıxmamalısınız. O, ən böyük güvənsizliklərdən biridir. Ondan sonra öz hekayənizi gizlətməyin. Nə markanızın hekayəsini, nə şəxs hekayənizi. Çünki autent dedikdə, belə deyim, motivator kimi, belə lider kimi, coaching kimi bir işdir. Psixoloji olanda coaching deyirlər, sonra sosioloji olanda motivator deyirlər. Markada olanda, yəni SMM və yaxud da marka olanda autent. Yəni, Lori dillə izah etmək istədim. Ümid edirəm ki, qarışıqlıq yoxdur. Ondan sonra mükəmməl görünməkdən çox real görünməyi seçir. Məsəl üçün, siz effektlərlə indi daha çox yeni yaranmışlar etməyə çalışırlar. Artıq hər kəs də etmir, əvvəl edirdilər. Effektlər qoyurlar, Snapchatla şəkillər çəkirlər və yaxud da Snapchatla bir şeyləri bəzəyirlər, montaj edirlər. Onu bəzi effektli kameralarla çəkim edirlər. Yox, nə məhsul varsa, nə ilə məşğulsuzsa, dümdüz, elə birbaşa o məhsulu göstərin. Düzdür, biraz ətrafı bucağı bəzəyə bilərsiniz, amma görüntü gözəl olmalıdır. Yəni, dizayn gözəl olmalıdır. Mükəmməliyyətçilik üçün effektlərdən istifadə etməməliyik. Amma həmin ortam gözəl olmalıdır. Telefonda gözəllik qatmamalıyıq. Yəni, belə deyim. Aha. Hər addımda dəyərlərinə uyğun davranır. Siz birin ən əsası da odur ki, siz ilk yola başlayanda nə ilə başlamısınızsa, yəni, düşüncəniz nə idisə, yol xəritəniz nə idisə, o yol xəritəsindən kənara çıxmaq olmaz. Məsəl üçün, təsəvvür edin, kənar ətraf, hər tərəf palçıq, bataqlıqdır. Siz dümdüz yolla getməlisiniz. Bu tərəfə dönsəz, bu tərəfə əyilsəz, bu tərəfə yıxılacaqsınız suya, dənizə, bu tərəfə də yıxılsaz, palçığa yıxılacaqsınız. Yəni, dümdüz yolun ortası ilə getmək, o həmin yoldan, o xəritədən çıxmamaq. Və sizin dəyərləriniz nədirsə, məsəl üçün, sizin üçün güvən önəmlidirsə, güvənsizlik yaratmamalısınız, sonra şəxsi inkişaf önəmlidirsə, insanlara şəxsi inkişaf qazandırmalısınız. Ondan sonra ödənişlərin aşağı olmasıdırsa, həmin obyekt üçün ödənişləri aşağı etməklə başlamışsınızsa işə, sonuna qədər ödənişləri stabil qaydada saxlamalısınız ki, insanlar artıq qaçmasınlar. Belə də indi sual yaza bilərsiniz, mən təxmin edirəm o sualı düşündüyünüzü. Bəs o həmin biz əldə etdiyimiz məhsul qalxdıqda biz neyiniyək, biz qaldırmayaq. Onu nə qədər qalxırsa, siz o qədər qaldıra bilərsiniz. Yəni, tutalım 50 qəpik qalxırsa bir məhsul, siz də 50 qəpik qaldıra bilərsiniz. 1 manat qalxırsa 1 manat. Yəni, o standart bazarda sizə gəlib çatana qədər nə qədər qalxırsa, siz də o qədər qaldıra bilərsiniz. Ondan artığını qaldırsanız, artıq sizin nə dəyərlərinizə uyğun olmayacaq, nə sizin öz kimliyinizə uyğun olmayacaq, nə də ki, insanlar artıq sizə güvənməyəcəklər. 3 dəqiqəmiz qalıb, onun içində niyə autentliyin vacib olduğunda keçək. Niyə autentlik bu qədər vacibdir? Çünki insanlar artıq yalnız məhsul almır, hisslər, dəyərlər və hekayələr alırlar. Məsələn, sən bir kitab satırsan, amma insan sadəcə kağız vərəqləri almır.
O sən ruhunu, sənin dünyaya baxışını və sənin səmimiyyətini alır. Çünki onun ən çox burada kitabı qeyd etdiyim üçün deyirəm. Kitabda ən çox oxucular nə ilə maraqlanır? Hekayə ilə maraqlanır, təsvirlərlə maraqlanır, sonra necə deyim, qurduğun ssenari ilə maraqlanırlar ki, sənin xəyal gücün necədir? Bu əsərdə hansı xəyal gücü ilə yazmısan? Yox, əgər insanlar daha çox dedektiv hekayələr alırlar, dedektiv kitabları alırlar. Çünki insanlar yeni şeylər öyrənməyə, gizli şeyləri açmağa həvəslidirlər. Ona görə yaşam koçluğu ilə, coachingliklə, sonra motivatorluqla, şəxsi inkişafla maraqlanırlar. Bir də numerologiya ilə maraqlanırlar. Çünki yeni şeylər həmin zaman yeni şeyləri açıb çıxartmaq olur. İnsanın şuuraltı olaraq yenildikləri üçün ki, qarşı insana, qarşı tərəfdəki insana artıq onlara maraqlı gəlir. Onun üçün dedektiv kitablardan istifadə edirlər. Ondan sonra əgər sən autentik deyilsənsə, autentik deyilsənsə, bu oxucuya çatmayacaq. Çünki o sənin beynindəkinin oxucunun beynindəki üst-üstə düşməyəcək. Sən orada güvən verməyəcəksənsə, hekayə düzgün olmayacaqsa, öz hekayən olmayacaqsa, xəyal gücün aşırıya, ütopik olmayacaq dərəcədə, ütopik dərəcədədirsə, insanlar artıq orada bir güvənsizlik yaşayacaqlar, belə deyim. Bir dəqiqəmiz qalıb və autentik olmaq üçün mükəmməl olmaq lazımdır. Yəni saxta mükəmməllik yox. Həqiqən əslən içsəl və düşüncə olaraq və şuurlu olaraq mükəmməl olmaq lazımdır. Fanatlar çox ola bilər, amma əsas o yaxın çevrədir. Yaxın çevrəniz nə qədər yaxşı olarsa, sizin sadiq müştəriləriniz, sadiq seçiciləriniz olarsa, obyektinizin seçiciləri olarsa, o daha sizin markanızın böyütməyinə, inkişaf etməyinə kömək eləyəcək. Onun yazdıklarında bir istilik var, bir güvən var, bir içdənlik var. Bunu nə zaman deyəcəklər? Sizin səmimi olduğunuz zaman. Mən burada kitab yazarlığın üstündə